Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik edilib. Oxu24.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. Dəyişikliyə əsasən bundan sonra mopedlər dövlət qeydiyyatına alınaraq uçota götürüləcək və onları idarə etmək üçün sürücülük vəsiqəsinin alınması tələb olunacaq. Moped kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla elektrik mühərriki olan və ya iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 km-dən yüksək olmayan 2 və ya 3 təkərli nəqliyyat vasitəsidir. Bu qanun 27, 29, 33, 34 və 37-ci maddələrinin tələbləri istisna olmaqla asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri də mopedlərə bərabər tutulacaq. Həmçinin Azərbaycan ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları, habelə mopedlər bu qanunla və bu qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan təsdiq etdiyi əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçiriləcək, uçota alınacaq. Bundan əlavə, Azərbaycan ərazisindəki yollarda mopedi idarə etmək hüququ A1 kateqoriyalı sürücülük vəsiqəsi əsasında həyata keçiriləcək. Həmçinin asma mühərrikli velosipedlər və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri yalnız yolun sağ kənar zolağında yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Asma mühərrikli velosiped və oxşar xüsusiyyətli digər nəqliyyat vasitəsi sürücülərinə asma mühərrikli velosiped və ya oxşar xüsusiyyətli digər nəqliyyat vasitələri ilə birgə istismar üçün nəzərdə tutulan qoşqunun 7-yə alınması istisna olmaqla asma mühərrikli velosipedləri və oxşar xüsusiyyətli digər nəqliyyat vasitələrini, eləcə də həmin nəqliyyat vasitələri ilə 7-yə almaq qadağan ediləcək. Mopedlər yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə mümkün qədər yolun sağ kənar zolağında hərəkət etməlidirlər. Bu qanunun 37-ci maddəsinin 1 və 4-cü hissələri, 5-ci hissəsinin 2-4-cü bəndləri, 6-cı hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş tələblər moped sürücülərinə də şamil ediləcək. Bununla yanaşı, motosikletin və mopedin üzünü və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan ediləcək. Bu qanun dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minir. Dövlət başçısı yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307 7-ci QD nömrəli qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə fərman da imzalayıb.